Az yeri var. Nəysə. Bəli. Deməli, sual nömrə hansı sual? Müəllim, kitabın səhifəsində 109, nömrə 3. Özünü açmışam. Hansı sual? 3-cü sual müəllim, 3. Üçüncü sual. Şəkildə MN və ABC üçbucaq tərəflərinin gəl yazaq. Deməli, bizə bir dənə üçbucaq verilib. Buna oxşar əslində sual biz yazmışdıq, elə deyilmi? Ay, markeri çək. Yadımda deyil müəllim, vallahi. Deyək ki, bizə belə bir üçbucaq verilib. Bəli. Üçbucaq verilib. Buradan da xətt var. ABC üçbucağıdır. Fərq eləmir düzbucaqlıdır ya nədir? Bura M-dir, bura M-dir. Biz buna oxşar buradan iki dənə üçbucaq ayırırdıq. Biri həmin bizim ABC üçbucağımız. Bəli. Bir də balaca olan xəttin niyə düz getmir? Bir də balaca üçbucağımız, yəni hansı üçbucağı? NMC üçbucağı, eləmi? MC üçbucağı. Bu üçbucaqlar NM tərəfi burada üçbucağın özündə AB-yə paralel olduğu üçün oxşar üçbucaqlardır. Oxşar üçbucaqlarda tərəflərin nisbətinin kvadratı sahələr nisbəti idi. Yadına gəlir yəqin ki. Bəli. İndi deyir ki, şəkildə M və N ABC tərəflərinin orta nöqtədir. Orta nöqtədirsə, yəni orta nöqtədirsə, əgər bura 1-dirsə, onda bura da 1-dir. Bura 1-dirsə, bura da 1-dir. Yəni bir-birinə bərabərdirlər. Aydın oldu mu? Bəli. Onda belə çıxır ki, ABC-nin tərəfləri 2 ilə 2-dirsə, NM-in də tərəfləri 1 ilə 1-dir. 2 hardan aldı, deyə bilərsən? 2 müəllim, bir dəqiqə. Tərəflərdən müəllim. Bəli, yəni cəmidir də. 1 ilə 1-in cəmi 2 eləyir də. Məsələn, CV-nin uzunluğu 2-dir. Bəli. Bayaq dedim, sahələr nisbəti oxşarlıq əmsalının kvadratıdır. Deməli, AC tərəfi NC tərəfindən neçə dəfə böyükdür? 2 dəfə müəllim. Onda bu üçbucağın sahəsi, yəni ABC-nin sahəsi, NMC-nin sahəsindən neçə dəfə böyük olacaq? 2 dəfə böyük olacaq. Niyə görə? Çünki bir dəqiqə müəllim. Axı dedim, tərəf neçə dəfə böyükdürsə, sahə onun kvadratı olur. Onda 4 dəfə. Bəli. Deməli, biz buna indi biraz böyük çəkək, daha gözəl olsun, daha qəşəng olsun. Demək, ümumi sahə 4-dürsə, balacanın sahəsi 1-dir. Aydın oldu? Bəli. Çünki bala böyük, yəni bunun sahəsi 1-dirsə, böyüyün sahəsi 4-dür. Onda bu trapesiyaya nə qədər sahə qalır? 3 qalır müəllim. 3 qalır. İndi bizə şəkildə, sualda deyir ki, ABME-nin sahəsi, yəni trapesiyanın sahəsi bölünsün AYS-nin sahəsi. AYS. AYS arada. ABC-nin sahəsi. Böyük üçbucağın sahəsi. Yəni bu trapesiyanın sahəsi bölünsün bütün üçbucağın sahəsi. Nə olacaq cavab? Cavab müəllim. Bir dəqiqə müəllim. D variantı. Yəni variantla niyə əziyyət çəksən ki? Yəni sual olaraq nə olacaq? Trapesiyanın sahəsi böyük üçbucağın sahəsi. Nə olmalıdır? Nə yazmalıyıq? 4-də 3 də müəllim, 4-də 3. 4-də 3. Yəni D variantı 4-də 3-dürmü? Yox, A variantı. A variantı. Ona görə yəni suala cavab ver də, durub əziyyət çəkənə qədər suala cavab ver. Nə oldu? Bunlar niyə gəlib qatılmadılar? Təhması bardadır ben. Cavid müəllim. Bilirəm, ehtiyac yoxdur. Növbəti sualın. Növbəti sualım müəllim. Bir dəqiqə baxın. Bax. 11 var müəllim. Yəni 11-ə qədər hamısını yazmışsan da, eləmi? Müəllim, bir dənə 7-ni yazmamışdım. Onu da baxdım, biraz başa düşdüm. Nətər yazdın? 7-ni. Müəllim, birinci 359-u 4-ə bölməyə çalışdım.
Sonra oradan cavab çıxmadı. Aha. Oradan da müəllim düstur var idi, müəllim onunla şey edirdim də. Hansı düsturuna da görün. Xarici bucaqların cəmi düsturu var idi. Sağ ol. Bir anda bunu denəndə ürəyim partladı axı. Yəni bu üç bucağın, üç bucağını demirəm, ümumiyyətlə qabarı çox bucaqlının xarici bucaqlarının cəmi 360-dır. Bəli, Yəni 359 verilibsə cəmisi 1 dərəcə qalıb da. bəli. Vəssalam, bu qədər bəsit. Əla. O birinci sual dedin, eləmi? Bəli, bəli. 11-ci sual. İndi buna oxşar da sual biz əslində yazmışdıq. Gəl indi bunu da yazaq, fərq etmir. Oldu mən. Hə. Demək 11 sualda deyir ki, bir dənə açıq bucaqdır. Buradan da 2 dənə müxtəlif şüa çıxardaq bizdə. A, O, B bucağıdır. Burada da CO və hansıdır? DO-dur. Deyir ki, şəkildə BOD COD-yə bərabərdir. BOD. BOD. Yəni şəkillə, rənglə göstərsək, B-dən O-ya, O-dan D-yə. Yəni söhbət gedir bu bucaqdan. BOD COD-yə bərabərdir. C-dən O-ya, O-dan D-yə. Söhbət gedir bu bucaqdan. Bunlar bir-birinə bərabərdir. Nə gözəl. COB 120'dir. C'dən O'ya, O'dan B'yə. Söhbət gedir bu bucaqdan. Yəni bunların hər ikisi birlikdə 120'dir. Onda hərəsi nə qədər olmalıdır? Hər ikisi 120-dirsə, Yox, ikisi birlikdə 120'dir. Yəni hərəsi nə qədər olmalıdır? hərəsi 60-60. Demək bu da oldu 60 dərəcə, bu da oldu 60 dərəcə. Və AOB bucağı neçə dərəcədir? Necə bucaqdır bu AOB bucağı? AOB bucağı. Açıq bucaqdır, müəllim. Bəli, cəmi neçə dərəcədir? Cəmi 180. Ay, sol. Onda bura nə qədər qaldı? Yəni AOC-yə nə qədər qalır? AOC-yə müəllim 120 qalır da. AOC-yə haradır? Bax, AOC-yə 120 qalır. Hardan tapdın 120-ni? Mən AOC-yə Yəni bax bu açıq bucaqdır. Biz tapmışıq. Bura 60'dır. Tapmışıq. Bura da 60'dır. Bax bura nə qədər qaldı? 60, 60 bura nə qədər qalır? burada 60 qalır. Bəli, elə 60 qalır da. Hə, indi bizdən soruşur AOD-ni. AOD-ni, yəni bu bucağı soruşur. A-dan O-ya, O-dan D-yə. Bu bucağı soruşur. Bura nə qədər olacaq? Ora müəllim bir dəqiqə. O da Hə. 60 dərəcə yoxsa Bilmirəm ki, bax da sən fikirləşdə. Bax A-dan O-ya, O-dan D-yə. oradan O'yu, Bax, oradan tündləşdirdi sənin üçün. Hə, bura neçə dərəcə olacaq? Nətər taparıq? taparıq. 180-dan çıxarıq. Yenə 120. 180 ki, AOD bucağıdır da. Yəni rahat verilib də A-dan O-ya, O-dan D-yə. Buradan da şüa çıxıb 60 burada, 60 burada. Bu bucağın neçə dərəcə olmalı? 180-dan çıxarıq Bu bucağın 120-ni. neçə dərəcə olmalıdır? Bax buradan bu bucaqdan söhbət neçə dərəcə olmalıdır? 60 dərəcə. 60 bunların hərəsi hər biri 60'dır da cəmi 120 edir də. Niyə öz vəziyyət verirsən? Yəni 180'dən 60 çıxmaq burada əslində biraz əlverişsiz oldu. Yəni sən 180'dən hansı 60'ı çıxırsan? Hansı 60'ı çıxırsan? Hansı bucağı çıxırsan 180'dən? Hı? Düzdür, mənim o da düz. Yəni 180'dən bəli, DOB-ni çıxa bilərsən. Bax bu bucağı çıxa bilərsən. Amma niyə çıxasan ki? Hazır 60-60'dır da 120 edir də cəmi. Niyə əziyyət çəkməlisən? Aydın oldu? Bəli. Lap yaxşı. Sonra görüm boşulan varmı? Yoxdur hələ ki. Verim sual mənim yoxsa? Yox, bir də səbirli ol, bir dəqiqə səbirli ol.
Ha, sualını ver, buyur. 14 var müəllim bir də 14. 14. M nöqtəsi ABC paralelogramın AB tərəfini iki hissəyə bölür. Deməli bir paralelogram var. ABCD paralelogramıdır. Və M nöqtəsi AB tərəfini iki hissəyə bölür. Yəni fərz edək ki, M nöqtəsi buradadır. AB-nin üzərindədir. Necə bölür? AM 18-dir. BM 14-dür. Burada 14-dür. 18 və 14-dür. Deyir ki, AMD üçbucağının AMD. Amma M-dən D-yə parça yoxdur. Axı, bunu biz birləşdirək. Oldu. Bəli. AMD üçbucağının sahəsi 126-dır. O da B-dən də D-yə birləşdirə bilərik. Çünki 18 və 14-dürlər də bunlar. Soruşur ki, CBD-nin sahəsini tap. CBD, yəni buranın sahəsini tapaq. Buranın. İlk öncə bizim iki dənə üçbucağımız var. AMD və MBD. Ümumilikdə də ABD üçbucağı. Bunlar hündürlüyü çəksək, ortaq hündürlüklü üçbucaqlardır. Ortaq hündürlüklü, yəni hündürlükləri eyni olan iki üçbucağın sahələri oturacaqlarına görə mütənasibdir. Yəni, oturacağı 18 olan üçbucağın sahəsi 126-dır. Görürsən, oturacağı 18-dir, sahəsi 126-dır. Bəs tapaq görə oturacağı 14 olan üçbucağın sahəsi nə qədərdir? Gəl bir x-i tapaq, necə tapacaq? X-i müəllim bir dəqiqə. 18, yox, bir dəqiqə müəllim. 14'ü 126'ya vurub. Bəli, 18'e böləcəyik. 126 ilə 18 yıxsa getdi, qaldı 7. 7'ni də 14'e vurdu, 98. Demək, MBD-nin də sahəsi oldu 98. İndi bizdən CBD-nin sahəsini soruşur. Axı, bu CBD-nin sahəsi elə bu ABD-nin sahəsinə bərabərdir, elə deyil. Bəli. Paralelogramın yarısıdır da. Bak, bu yarısını necə taparam bəs? O yarısını... Yəni, üçbucaqların sahələrini tapmışam. Paralelogramın yarısını necə taparam? 98'i vurarıq. Nəyə? Bir dəqiqə müəllim. Yəni, elə bil ki, ABD üçbucağıdır, yoldaş. ABD üçbucağıdır da. Bura bölünüb iki yerə. Bura 126'dır, bura 98'dir. Mən deyirəm, bu üçbucağın sahəsini necə taparım? Vurarıq da müəllim. Yox, mən... Deyirəm, buranın sahəsi 126'dır, buranın sahəsi 98'dir. Bu üçbucağın sahəsini necə taparam? O üçbucağın sahəsini bir dəqiqə müəllim. Yəni, iki yerə bölmüşük. Biri 126'dır, biri 98'dir. Özünü necə taparam? Toplayarıq da müəllim. Toplamalıyıq da, əlbəttə toplamalıyıq. 126 üstə 98 gəlməliyəm. Bu deyilir 224. Demək ki, paralelogramın sahəsinin yarısı 224'e bərabərdir. Bu da hansı cavabdır? 224 A variantı. Və salam. Aydın oldu. Bəli, müəllim. Çox gözəl, çox qəşəng. Sonra hansı sualdır? Ardınca müəllim 15. 15-ci sual. Bu sənin üçün mürəkkəb olacaq. Bunu yaza bilməyəcəksən. Gəl düzün deyək də. Düzün, bəli müəllim. 16'nı yazmısan mı? 16'nı da yazamamışam mən. Amma 16'nı yaza bilərsən, düşünürəm. Gəl bunu sənə izah eləməyə çalışaq. Deyir, 5 7 nöqtəsindən keçən və mərkəzinin çevrəsinin mərkəzi ilə eyni olan çevrənin tənliyini tapaq. Bu çox sadə sualdır. Və x kvadratı üstə gəl y kvadratı çıx 4x çıx 6y çıx 10 bərabər 0 ilə mərkəzləri eynidir. Mərkəz eynidirsə, baba, bu gövdə dəyişməyəcək. Aydındırmı? Bəli, mərkəz eynisə o üstə dəyişmir. Bu gövdə dəyişməyəcək. İndi x neçədir, y neçədir? Şərtdə verilir.
Mənim Aha. x5-li y7. Ha, bəli, indi gəl yerinə qoyaq. Denən görüm. Çünki deyək ki, 5-7 nöqtəsindən keçməlidir. Hə, de görüm. 5-in kvadratı Aha, üstə gəlsin 7-in kvadratı. aha, Üstə gəlsin 20. Yox, çıxılsın 20. Çıxılsın 20. aha, Çıxılsın 42. aha. İndi burada dayanırıq. Çıxılsın və yaxud üstə gəlsin nə ki, 0-a bərabər olmalıdır. Hə, hesablayaq. 5-in kvadratı. 25. 25 sonra. Üstə gəl 49. Aha. Çıxılsın 20. Çıxılsın 60. Çıxılsın. Çıx Ha. 20, bəli, çıx 42. 25 ilə 49 neçə eləyir? 25 ilə 49 müəllim. Hə. Bir dəqiqə müəllim. 74. Sonra çıx 20. 54. Çıx 42. 12. Demək, bura qədər cavab müsbət 12-dir. İndi 12-dən nə etməliyəm 0 olsun? 12-dən 12-yə çıxmadıq. Deməli, cavab Bu oldu, çıx 12. Bu da hansı cavabdır? C variantı. Vəssalam. Çox sağ Mən bir də olun. mən qaydanı bilsəm çox rahat gedər. Qayda əgər bilsəm. Nə qəşəng şərtdir. Sağ olun, sağ olun. O qaydanı bilsəm söhbəti var abi. Sən nə gözəl söhbətdir. Hə, sonra Sonra müəllim bir də dəqiqə müəllim. Bir də 18 var müəllim, 18. 18 var, baxaq 18-dən. Düzbucaqlı ABC üçbucağında, düzbucaqlı ABC üçbucağıdır. ABC üçbucağında S 90-dır. CD hündürlüktür. Bura B'dir, burada A'dır. Bucaqsı DS 6'dır, DS 6'dır. BS 10'dur. AC bərabərdir sual. İndi sən mənə denən görüm. Belə bir düsturla var kitabınızda. Düzbucaqlı üçbucaqdır. Düzbucaq təpəsində hündürlük çəkilib. Bura A'dır, bura B'dir, bu H'dır. Bura M'dir, bura N'dir. Hipotenüzlə bütövlükdə C'dir. Sən mənə buranın düsturlarını de bir-bir. Düsturlarını müəllim bir dəqiqə. Bəli, buyur. Müəllim, biri 2-də 1 AH idi, biri. O sahədir. AH deyil burada, 2-də 1 SH olacaq da artıq. Çünki H-ın çəkildiyi tərəf C-dir. Onda 2-də 1, biri 2-də 1 SH olur, yoxsa? Koçum, buradakı düsturlardan 2-də 1 SH əlaqəsi yoxdur. Mən buradakı düsturları deyirəm. Buradakı qaydanı bilmək. Bax, sən niyə bəs qaydalara baxmamısan? Bax, bunu bir baxsaydın yaza bilərdin. İndi mən sənə deyirəm. Bir sən qulaq as. Birinci düstur. A vur B bərabərdir C vur H. İkinci düstur. H-ın kvadratı bərabərdir M vur N. Üçüncü düstur. A-nın kvadratı bərabərdir M vur C. Dördüncü düstur. B'nin kvadratı bərabərdir N vur C. Beşinci düstur. 1 bölü H'ın kvadratı bərabərdir 1 bölü A kvadratı üstə gəl 1 bölü B kvadratı. İndi səndə hansılar verilib de görüm. Məndə mən bir dəqiqə. Bu iki şəkli uzlaşdırıb denən görüm ki, bax bunlar verilib mənə. Yəni şəkil bilirsən ki, buradan bura keçmək üçün biraz çevrilməlidir, elə deyil? Bəli. İndi bizə nələr verilib de görüm. Mənim BS verilib. Yəni bu hərflərdən hansı məlumdur? A, B, M, N, H. Hansılar məlumdur? Hansıları məlumdur? Heç bir də müəllim. Deyirəm hansılar məlumdur? Yəni heç biri... Mən D ilə C məlumdur müəllim. Koçum, sən mənə qulaq asmırsan. Burada D ilə C yoxdur. Mən düsturda D ilə C yoxdur. A var, B var, H var, M var, N var. Bunu birinci şəkillə uyğunlaşdır.
Gör hansı məlumdur. B ilə SB məlumdur 10. O da nə oldu? Hə, de görüm nədir? Mən C ilə B məlumdur 10. Yenə də deyirəm, burada bu iki şəkli uyğunlaşdır. İki şəkli uyğunlaşdırın. Uyğunlaşdır. Burada elə şəkli elə fırlatmalısan ki, belə deyək də, şəkli biraz fırladanda bu şəkil alınırdı, elə deyil? Bəli, bəli. Hə, indi fırladanda digəri alınır da. İndi bax, gör. Necə etməliyik ki, fırladanda hansılar məlum olmuş olur? Fırladanda... Yəni, biraz elə ki, saat əqrəbi istiqamətdə şəkli fırlatsan, bu şəkil alınmış olur. Bu şəkildə alınanda hansılar verilmiş olur, hansılar naməlum olur? Hansılar? Bir dəqiqə müəllim. Sən mənə denən görün, bu üç bucaqda, birinci üç bucaqda, birinci bu üç bucaqda, hipotenüs hansıdır? AB. Bax, bu üç bucaqda hipotenüs hansıdır? M. Xeyr, hə, M-lə birlikdə, bəli, birlikdə. İndi bu şəkli, birinci şəkli biraz fırlat olsun ikinci şəkildə. Onda C ilə B hipotenüs olur. Yox, şəkli fırlat deyirəm, sən başlayırsan ki, filan şey filan olur. Sən mən dediyimi qulaq asmırsan axı. C ilə B fırlatsa... Sən C ilə B-dən niyə yapışmırsan? İkinci şəkildə C ilə B yoxdur. C ilə B var, yəni bu birincidə bunlar yoxdur, BS yoxdur. Onda A ilə B götürəcəyik. A yolda, hipotenüs hansıdır birinci şəkildə? A ilə B. AB, A'dan B, AB eməz. İkinci şəkildə hipotenüs bu deyilmi? Yəni deyir, buradan bura deyilmi? Bəli. Mən də sənə deyirəm ki, hipotenüs A ilə B, yaxşı, sənin üçün yazdım AB. Seni də yazdım bura. D'ni də yazdım bura. İndi nələr məlumdur? İndi nələr məlumdur? Bir dəqiqə müəllim. Yazıram, birinci, birinci nə məlumdur? Birinci... Nələr məlumdur, de görüm. AD M-ə bərabərdir, AD. AD M-ə bərabərdir. Birinci şəkildə AD verilib. Xeyr. Verilməyən şeyi niyə deyirsən ki? Mən də deyirəm, nələr verilib, onu deyirəm də. Mən XY qoyaq deyilinə. XY niyə qoyuram ki, azı MNH AB var da. Mən 1'ə 6, bir dəqiqə mənim. 6 hansıdır, nəyin uzunluğudur? D ilə S-nin. Ay yoldaş, D ilə S yoxdur. A var, B var, MN var, H var. Onda mən məlum deyildi heç biri. 6 hansıdır? İkinci şəklə bax. Mən S ilə B məlum deyil, yuxarıda, ən yuxarıda S. Yoldaş, CD-nin uzunluğu birinci şəkildə 6-dır, razıyam. Mən də sual verirəm ki, bu CD dediyin ikinci şəkildə A-dır, B-dir, M-dir, N-dir, H-dir. Hansıdır? Hansıdır? Bir dəqiqə. Mən bilmədim, bu. Bilirsən. Bax, bu şəkillə bu şəkli görürsən. Birincidə AC-ni görürsən. Birinci şəkildə. İkinci şəkildə də AC-ni görürsən. Bəli. Birinci şəkildə AC-nin uzunluğu verilib. Xeyr. Yaxşı, verilsəydi bizə hansı məlum olardı bu A, B, M, N, H-dan? Şeydə mənim A ilə hipotenüs da. Yox, birincidə AC verilib. Bəli. Neçədir? Yoxdur, vermir. İkincidə AC verilib. Xeyr, yox, vermir. Bəli, üstünə A yazdım, A-dır. Yəni, verilsəydi A məlum olardı da, elə deyil. Bəli. İndi mən də deyirəm ki, birincidə 6 verilib. Bu 6 verilibsə, ikincidə nə məlumdur? İkincidə... 6 nə ilə üst-üstə düşür? 6 S ilə D-in üstünə düşür. Yoldaş, A, B, bax yazıram bura artıq, uca yoruldum. A, B, M, N, H. Bunda şeydən düşür də, N-dən A-ya düşür də müəllim. A yoldaş, A, B, M, N, H. Bu 6 hansı ilə üst-üstə düşür? Amma bir dəqiqə, hansı ilə üst-üstə? Hansı ilə
H-la düşür. Bəli. Demək H bərabərdir 6. İndi 10 hansı ilə üst üstə düşür? 10 düşmür də müəllim. Düşür. Düşməyə bilməz, axı nətər düşmür? Düşürsə bir dəqiqə müəllim. B ilə D, yox, B-də mən. Bəli, B. Demək B də oldu 10. Elə deyilmi? Bəli. Məndən soruşur AC-ni. AC hansı hərfdir? AC. Bir dəqiqə müəllim. Buyur. AC də 12 olur da müəllim. AC hansı ilə üst üstə düşür? 6 ilə. 6 ilə. 6 ilə B adının H düşür də. Hər ikisi ilə də düşür onda. Ay yoldaş, AC. İkinci şəkildə AC-yə bax. Nədir AC? AC A. A-dır da. Demək A yoxdur. A uyğundur sual. İndi deməli A verilib, B verilib, H verilib. Bu üçünü birləşdirən burada hansı düstur var? Birinci düstur müəllim. Birinci düstur. Yo, beşinci. Bəli, 5-ci düstur. İndi gəl 5-ci düsturunu hesablayaq bir-bir. De görüm. Nə yazaq? Deməli 1 bölünsün 6'ın kvadratı Aha. bərabərdir 1 bölünsün x kvadratı deyə bilərik. Niyə x kvadrat deyirsən? Hazır a kvadrat deyirik də. A kvadratı Aha. gəlsin 1 bölünsün 10'un kvadratı. Vəssalam. İndi hesabla bunu. Hesablayayım. Bir dəqiqə müəllim. 1 bölü 36 bərabərdir 1 bölü a kvadratı. Yəni buradan, bu misaldan 1 bölü a kvadratı nətər tapacağıq? Cavab 1 bölü 64'də. 1 bölü a kvadratı nətər tapacağıq? 1 bölü a kvadratını. Hə. Nətər tapacağıq? A vurulsun. 1 bölü a vur a kimi. 1 bölü a kvadratı nətər tapmalıyıq bu misaldan? Nətər tapmalıyıq? 1 bölü 6'nın kvadratı çıxılsın 1 bölünsün 10'un kvadratı da. Elədir. 1 bölü 8'in kvadratı eləyir də cavab. 1 bölü 6'nın kvadratı çıxılsın 1 bölü 10. Nihat. Bəli, müəllim. Bu topologiya fənnidir, riyaziyyat fənnidir. Ağzımıza gələn danışmayaq. Bəli. Oldu mu? Oldu. Təşəkkür. 1 bölü 6'nın kvadratı çıxılsın 1 bölü 10'un kvadratı. Ya ortaq mərzə gətirməli, ya da düsturdan istifadə etməli. Düsturdan necə istifadə edək? De görüm. A minus B A plus B kimi. Ay sol. Deməli yazıram 1 bölü 6 çıxılsın 1 bölü 10 vurulsun 1 bölü 6 üstə gəlsin 1 bölü 10. Hə, indi 1 bölü 6'dan 1 bölü 10 necə çıxaram? Ortaq məxrəci gətirək də. Bəli, ortaq məxrəci adımları 6 ilə 10'a 60. Yo. 30. Demək 30'da 30'u 6'ya böləndə 5 düşür, 10'a böləndə 3 düşür. 5'dən 3 çıxanda 2. Eləmi? Vurulsun 30'da 5 ilə 3'ü toplayanda 8 eləyəcək. Elədir. Bəli. Bu da olur 900'də 2'ni də 8'ə vuranda 16. İndi 1 bölü a kvadratı buna bərabərdir. Aydın oldu mu? Bəli. İndi 900'də 16 nəyin kvadratıdır? 30'da 14. Yo 30'da 4'dür. 4'ü. 1 bölü a 30'da 4'sə onda a da bunun tərsidir. Olur 30 bölünsün 4. Yəni 7 tam onda 5. Bəli. Aydın oldu. Bəli. Vəssalam. Başa düşdünmü? Bəli. Çox gözəl, çox qəşəng, çox əla, lap yaxşı, lap qəşəng. Yəni həmişə bu riyaziyyat fənnidir. Riyaziyyat fənnində nə istəsək, nə bilim mən deyərik məsələsi riyaziyyat dəqiq fəndir. Yəni
Deyirsən 1 bölü 10 kvadrat çıx 1 bölü 6 kvadrat bərabər 1 bölü 8 var. 10 kvadratı ilə 6 kvadrat başqadır, tərsləri başqadır yəni. Gəl bir yazaq görək nə olur. Bir yazaq sonra taparıq da. Lap yaxşı. Növbəti 19 müəllim. 19. Ehtiyac yoxdur buna. Oldu mu? Onu başqasına keçim də. Çək. Bir də 24 var müəllim. 24. 24 anı yuxarıda. Üstü olan. Ha, 24. Deyir ki, el radiuslu çevrəyə toxunan ikinci çevrə onun mərkəzindən keçir. Maraqlıdır. Demək, iki dənə çevrədir. Toxunan ikinci çevrə o mərkəzindən keçir. Gəl, indi bunu bir dənə qəşəng şəkillə çəkməyə çalışaq. Demək, el radiuslu bir dənə çevrədir. Bir dənə ikinci çevrə də var ki, həm buna toxunur, həm də bunun mərkəzindən keçir. Təxminən belə bir şəkil. Aydın oldu? Bəli. Yəni, bura çevrənin mərkəzidir. Bəli. Həm toxunur, həm də mərkəzindən keçir. Demək, bu çevrənin radiusu nə qədərdir? R-dir. Elə deyilmi? Bəli. Buradan bura R-dirsə, bəs buradan bura nə qədər olacaq? 2R. Yəni, bu R olacaq. Bəli, onda belə çıxır ki, bu çevrənin diametri 2R olacaq. Daha doğrusu, radiusu 2R olacaq. Yəni, belə deyək də, böyük çevrənin radiusu, kiçik çevrənin radiusundan 2 dəfə böyükdür. Eləmi? Bəli. Yaxşı, böyük kiçikdən 2 dəfə böyükdürsə, onda kiçiyinin uzunluğu, böyüyünün uzunluğu neçə faiz olacaq? Kiçiyin uzunluğu böyüyün uzunluğuna x faiz müəllim. X hardan çıxdı? Buna bir dəqiqə Ondan müəllim. 2 dəfə böyükdür də. 50 faiz. Bəli, 50 faizidir də, yarısıdır. Bəli. Böyük kiçikdən 100 faiz böyükdür. Elə bil ki, 50 ilə 100 ədədidir də. Məsələn. Bəli. 50 100-ün 50 faizidir. Amma 150-dən 2 dəfə böyük olduğu üçün 200 faizidir. Yəni 100 faiz böyükdür. Aydın oldu mu? Bəli. Lap yaxşı. Keçəm o bir sual müəllim. Keçək mi? Keçək. Salam müəllim, necəsiz? Salam Cavid, salam, xoş gördük. Ekranı görə bilirsən? Bəli, görürəm. Lap əcəb edirsən. İndi suallardan bir neçəsini cavablandırmışıq. Videoya baxanda görəcəksən. İndi nəsə sualların varsa özün də suallarını verərsən. Oldu mu? Bəli. Lap 26 var müəllim. 26-cı sual. 26. Cavid sən də görürsən, sualı baxa bilirsən. Bəli, baxa bilirəm. 26-cı sualda deyir ki, y bərabərdir, k vurulsun x, üstə gəlsin 3 funksiyası verilib. Və bunun qrafiki 1-2 nöqtəsindən keçir. Sən doğrudan mı Nihat bunu yazmamışsan? Bəli müəllim, funksiya şey eləyəmirəm, bax, Ay bilmirəm ona görə. yoldaş, funksiyanı şey eləyə bilmirəm cümləsini dəfələrlə demişəm. Mən də sənə demişəm ki, funksiyanı şey eləməyə ehtiyac yoxdur. Misalı yazmağa ehtiyac vardır. Burada x neçədir, y neçədir? x1, y2. Bunu şey eləmək lazımdır ki, qoy yerdə yaz da. Neyniyək, deyiyorum. Müəllim, x-in yerinə 1 qoyaq da mən. Dini nə yazaq, deyiyorum. Y bərabərdir k4. x1'dir, y2'dir. Fikrin yadından çıxdı. Bir dəqiqə müəllim, onda Hə. 2 bərabərdir. 2 bərabərdir. K vurulsun 1 üstə gəlir 3. Vəssalam. İndi buradan K'nı tap görün. K'nı tapın, bir dəqiqə müəllim. K'nı tapsaq, keçsə o tərəfə, o tərəfə. 5. Nə 5?
K5 demək. Ha, Mən 5'i 1'e vurmuşsun, üç gelen de 2 elir axı. Doğrudan iyi. səhv deməyim yoxsa? 5'i 1'e vurmuşsun, üç gelen de 2 elirsə düzdür. Eləmirsə səhvdir. Amma mənim K-nı keçirdiyi o tərəfə Oldu mənfi K. Aha. mənfi K. Hə. 2-ni o tərəf. Abi bir dəqiqə mən səhv mənə etdim bir dəqiqə. Mənfi 2. Hə, K 1-ə bərabərdir. Deməli, mənfi K bərabərdir 1'e. K 1'e edir. Yəni 1'i 1'e vurub, üstünə üç gelen de 2 elir, eləmi? 1-ə yox mən. Zabit neçə elir K burada? Yox müəllim. K-nı 2-ni o tərəfə keçirdirik, mənfi olur da. Zabit. Ne oldu Bəli yatmısan? müəllim. K neçə elir burada? Yatmısan? 5 eləmir. Ha, 5 elir de, yəni mənfi K bərabərdir 1, burada K 5 elir, eləmi? Hə, o K. Mən yuxarıya baxdım. Hansısa yuxarı elə eyni K'da da nə fərqi var ki? Bu K 2-yi keçirdim bu üzə, üstə 2 üstə 3 gəldim. Elə bir şey. səhvə gəlmədi. 2 üstə gəl 3 olmur, axı 2 çıx 3 olur orada. Neçə elir K? 1. Ay, mənfi K bərabər 1, K bərabər mənfi 1. Ayıb olsun. Nə gəldi danışmayın. Bu riyaziyyatdır. Hər tərəfə Deməli bu hansı sualdır? Bu 26 nömrəli sual. Şeydə bu 2005-ci 5-ci qrupda. Səhifə neçədir bu? 110'da. Fərqi nədir? Sualı lövhə yazmışam da. Y bərabər K x təqəl 3, 1, 2 nöqtəsinə keçir. X-i yerinə 1, Y-in yerinə 2 yazırsa. Yəni sual yazmışam da lövhə yazarsın. Bəli. Başa düşdünüz? Bəli. Cavabı sənin hansı sualın var? Sizə mən Nihatdan soruşdum, mənə dedi 2005, 5-ci Sən qrup. soruşdun. Yəqin keçən həftə soruşmusan da sən. Ya da apreldə zadda soruşmusan sən. Niyə məndir? Yəni köhnə tapşırıqları soruşsan da biz ikinci gün dərs keçmişik ya. Yəni Səhifə 110 deyirsiniz siz. Mən 2005-dən işləmişəm. 2005 verməmişəm axı. Mən sənə 2000 yazmaq cavab 2000. Eybi yox, nəysə dərsimizə vaxtını uzatmayaq. Aydın oldu bunun həlli. Bəli, qoy onu yazım müəllim bir dənə. Yoxsa videosunu göndərəcəm də qrupa baxıb yazacaqsınız dəftərə. Yaxşı, oldu. Yazırsınız da dəftərlərin Nihat dəftəri eləmi? Bəli, mən şeydən sonra, dərsdən sonra. Qardaş hər halda dərsdən sonra olmalıdır, əvvəl nətə eləyəsən. Bəli. Növbəti, ona cavab etsən gözlə Nihat versin də suallara icazənlə. Sual qaldı. Buyur. Hə, hansı sual? 29 mənim tənlik olan. 29'da ehtiyac yoxdur. Oldu mən onda 28'i şey qalmadı. yazmısan. Mən onu da yazmamışam, prosta yazanmaram da onu. Ona görə şey eləməliyəm. Bax, silindirin sahə həzm düsturu V Bəli. bərabərdir. Pi vurulsun R'in kvadratı vurulsun H. Deyir ki, buradan həcmi dəyişmədən, eşidirsənmi? Bəli. Həcmi yox, üzr istəyirəm. Hündürlüyü dəyişmədən, yəni H qalacaq, pi qalacaq. Radiusu necə dəyişməlisən ki, burada həcm 8 dəfə artsın. Həcm 8 dəfə artsın. Yəni bunun 8 misli olsun. Yəni bir sözlə R kvadratı 8 olsun. Bunda R neçə olmalıdır? R kvadrat 8 R kvadrat 8 olsun. 8-dən kök almalıyam da. Kök altda 8. Bu da neçə eləyəcək? Kök altda 8. Mən təqribi 2 tam... Yox, mən təxminən 2 tam 100... Təxminən nədir? 2 tam 10 deyil. Kök 8-dən 4 çıxır da, 8-dən 4 çıxır. Çıxmır axı 8-dən. Deməli necə yazmalıyıq? Sadələşdirməliyik də. 8 yazıram 4 vur 2. 4-dən 2 çıxır. Oradan da 2 kökdə 2. Və salam da, nə təqribən. Mən belə dedim, amma bu topologiyadır.
Hə, sual düşsə ki, kökdə 8 hansı iki qonşu ədəd arasında yerləşir? Hə, onda sən deyə bilərsən kökdə 8 təxminən deyək nə bilim 2,7 yerləşdi 2 ilə 3-ün arasında. O halda bunu eləyə bilər. Yəni bu hal üçün deyil axı. Temboli cavablar verilib də. Aynı oldu. Bəli. Lap yaxşı, çox gözəl, çox qəşəng. Sonra 30-u yazmısan mı? 30'u bir dəqiqə mən baxım. 30'da şey istəyir də, ən böyüyünü istəyirsə, Aha. mən yazmışam, prosto cavabı mən A variantı yazmışam. A'da bir həzinin qüvvəti neçədir? D variantı, D. Ən A'da böyüyünü bir həzinin götürür. qüvvəti neçədir? A'nın A variantı 14 olur da cəmi. B'də neçədir? Bəli, B'də neçədir? B'də Adı 8. 15 olmur da ya. A'da 10'un üstüne 4 gələndə 14 deyil axı. Ancaq dəyişənlərin qüvvəti toplanır, ədədlərin yox. B'də 8, yox B'də 9 olur müəllim. B'də 9 olur. istədim. Bəli, C'nin qüvvəti çünki 1'dir. C'də neçə olur? C variantında 10 olur, B'nin qüvvəti 1'dir ona görə. Bəli. D variantında 15 olur, 7 sözə 8. Y'də də Y- 13. Y'də 13 bəli. Ən böyük hansı oldu? 15 oldu da müəllim, 15. Hansı variant oldu? D variantı. Bəli, ən böyük oldu D variantı. Çox gözəl, çox qəşəng, çox əla. Sonra yenə varmı sualın koçum? Xeyr müəllim, nə var verdim mən. Lap yaxşı, lap yaxşı. Onda B-ni sizə verməmişəm də məylə deyil. Xeyr. İndi mənə qulaq asın. Bəlkə sabaha da bir dərs təyin eləyək, yəni bir əlavə təyin eləyək. Sabaha çatdıra bilərsinizmi testi? Ameli bu, indi bundan sonra mən saat 3'də qoşdum. Bəli, Saat 3'də qoşdum mən bundan sonra. 3'də qoşulmaq demirəm. Koçum, zaten testi eyni yazmamsan da sənin problemin oradadır. Bilim mən o bir dərsdən gəldim, çıxıb gəlirəm evə, qoşuluram. Təzən yeni qayıtmalıyam başlayırsan, ona gedirəm ki, elə qoyuram ki, mən də rahat olsun da. Sənin bundan sonra dərsin var. Bəli, mən təzən yeni qayıtdım da olur. Bu dərsi qoy qayıtdım, gəlmişəm evə. Necə? Hansı dərsə qoşulmalısan? Bu indi getməliyəm fizikaya. Neçədədir saat? Saat şeydə, 5'də. Onda sən niyə Əhmədiyə gəlmirsən? Həmin. Gəlirəm, bir dənə dünən gəlmədim də. Belə Əhmədi gəlmirəm, belə hədəfdə. Hər həftə xeyirdə, dünən gəlməmişsən. Dünən, Bir dənə dünən gəlməmişdim də. adı elə dünən olur da, bala bir dərs itir, aradan çıxır da. Gəl sualları orada ver də, nə olacaq ki? Hə, bildim. Daha da yaxşı. Yəni burada qeyrət nə var ki, gəl orada ver sualı. Gələn dəfə gəlib, onda səndə hər 3 6-cı gün bu problem oluyor, yoxsa təkcə 6-cı gündür? Üçüncü gün olmur, yox. Belə vaxtında qoşuram.